Salam, hörmətli valideynlər. Bugün sizlərə çox aktual bir mövzu haqqında məlumat vermək istəyirəm. Nəcisdə qan görülməsi və yaxud rektal qanamalar. Adətən valideynlər bu simptomları uşaqlarında gördükdə bizə çox həyəcan və təşviş dolu müraciət edirlər. Lakin altda yatan səbəb bir çox hallarda çox sadə olur. İlk növbədə bildirmək istəyirəm ki, əgər uşağınızın nəcisində qan görmüsünüzsə, bunun xarakterinə və rənginə diqqət etmənizi tövsiyə edirəm. Əgər nəcisdə olan qan al-qırmızı rəngdədirsə, bu adətən bağırsağın alt hissələrindən olan qanaxmaya işarət edir. Bəzən nəcisdə olan bu qanı selikli və yaxud köpüklü şəklində görülə bilər və bunu valideynlər uşaqların bezində görə bilərlər. Bu bəzən bağırsağın infeksion xəstəlikləri və yaxud qida allergiyalarına işarət edə bilər. Bəzən isə çox tünd rəngli vişnə rəngində bir qanaxmalar görülür. Bu bağırsağın yuxarı hissələrindən olan qanaxmalara işarət edir. Adətən ən çox rast gəlinən səbəb burada anal çatılardır. Uşağın bir və ya bir neçə dəfə sərt nəcisə getməsi anal çata səbəb ola bilər. Sərt nəcisə getmək bağırsağın anal hissəsinin olan sevli qişasında kiçik yırtıqlara səbəb ola bilər və hər dəfə üzərinə sərt nəcis dəydikcə bu yırtıqlar daha da şiddətlənir, daha da böyüyür və nəticədə al qan axmağa başlayır. Bundan başqa, bəzən qanın səbəbi bağırsağın yuvenil polipləri ola bilər. Bunlar adətən xoş xəstəlik tək poliplər olurlar və poliplərin üzərində olan xırda xoralara nəcis sürtünməsi nəticəsində yenə al qan görülə bilər nəcisin üzərində. Daha sonra daha çox körpə uşaqlarda qida allergiyaları nəticəsində, adətən süd zülallarına olan allergiyalar nəticəsində nəcisdə qanamalar görünə bilər. Bu qanamalar selikli və yaxud köpüklü ola bilər. Bəzən isə bağırsağın iltihabi xəstəlikləri fonunda belə bir qanaxmaları biz görə bilərik. Bundan başqa, bəzən bağırsağın yuxarı hissələrindən olan qanaxmalar görsənir. Bunlar daha çox tünd rənglərində olur. Bağırsağın yuxarı hissələrindəki olan qanamalar bir çox hallarda altda yatan cərrahi bir xəstəliyi bizə işarət edə bilər. Bəzən invaginasiyalar ola bilər ki, bu bağırsaq keçməzliyi deyirik və burada çiyələk jiləsi şəklində qanaxmalar valideynlər adətən bizə təsvir edirlər. Bundan başqa Meckel divertikulu dediyimiz bağırsağın kiçik bir çıxıntısı olur ki, bunun qanaxmalarında da bağırsaqda tünd qırmızı rəngli laxta nəcis üzərində qanlar görür və adətən bu valideynlərdə bu massiv bir qanaxmaya səbəb olduğunu valideynlərdə daha təşvişli bir hal yaradır. Bir uşaq cərrahı olaraq bildirmək istəyirəm ki, əgər uşaqlarınızda belə bir qanaxma görürsünüzsə, vaxt itirmədən düzgün bir mütəxəssisə yönləndirmənizi tövsiyə edirəm.